Salam vətəndaşlar. Əvvəla özünüzü təqdim edin, siz kim Mən oldunuz? İsmailov Tarzan Alxanoğlu, Qəbələ sakiniyim. Mənim sizə və ölkənin prezidentinə, güc strukturlarına xahiş edirəm. Mənim maşınım budur. 2023 səhv eləmirəmsə 22-si 25-i arası Yevlaxda mən Kamaz vurub, yəni yan tərəfindən seyirib. Yəni maşın bu vəziyyətdədir. Həmən vaxt olan cəriməni zadı nəyi var idi, hamısını ödəmişəm, heç bir problem yoxdur. Ancaq sadəcə olaraq, yəni bu əlimdədir. Bu ilin sentyabrın 9-undan bəri, axırıncı da dünən gecə gəlib. Dünən gecə 06-12-25-ci ildə, yəni maşın təbii şeydir. Həmən bu adreslərin 5 dənə protokol var. Hansı bu qəza olmuş avtomobillə bağlı sizə protokollar gəlib? Bu qəza. Halbuki bu maşın əvvəli 2 ildir, 3-cü qışda bu maşın yerindən tərpənmir, 3-cü qışa gedir. Bəli. Plus həmən burada yazılan adreslərə mən heç özüm piyada getməmişəm, nəinki maşınla. Yəni maşın göz qabağında vəziyyət. Yəni Bakı şəhərində o protokol yazılan ünvanları siz tanımırsınız da, olmamısınız orada. Heç maşınsız olmamısınız da. Maşınsız. Yaxşı, bilmək olarmı ki, siz bununla bağlı, bu cərimənizlə bağlı, sizə gələn cərimələrlə bağlı harasa müraciət eləmisinizmi? Mən bir şey deyim, mən elə bir şey telefonda hər gün arada gəlirdi, telefonda mütəmadi. Prosta səhlənkarı verirdim. Dünən gecə gələndə bu gün səhər asan xidmətə getmişəm. Bəli. Bugünkü gün asan xidmətdə adımda bir iki dənə sürmə davenisi olan yaxın yoldaşlarım maşını vardı. Bəli. Onlara baxdı, onlarda heç nə olmadı. Asan xidmətin işçisi deyir ki, qaqa, bəlkə adımda başqa maşın var. Birdən yadıma düşüyor, bu maşın həyətdə var da, indi sənədi düzdür. Qardaş, bu maşının adını verən kimi asan xidmətin işçisi güldü. Dedi elə bu maşınadır. 5 dənə də protokol deyir göz qabağındadır. Yəni protokollarda cərimə bilirsənmi nə qədər? Ümumilikdə neçə protokoldur və nə qədər məbləğdir? Mən sizə bir şey deyim. 45, 50, 52, 65. Artıq 200 manatdan artıq. Yəni 200 manatdan artıq. İndi siz bununla bağlı ölkəmizin başçı cənab prezidentə, eləcə də Bakı Dövlət Yol Polis Baş İdarəsinin nazirliyinə müraciətiniz nədir? Gücünüz satan, köməklik edin. Yəni bunu araşdırın. Yəni həmən küçədə mən nəinki maşınlar, bu maşın heç Qəbələdən çıxmıyor. Bu 2 ildən artıqdır. Bura nətər soxmuşam, elə durur. Üstün xalçası zadı, hamısı yerindədir. 2 ildən mən xalça üstündədir. Sizin xahişiniz, tələbiniz odur ki, bu cərimələr sizin adınızdan silinsin, yəni bərpa olunsun da, bəli. Ola bilər bəlkə kimsə nömrəyə müdaxilə edib, mənim adımdan istifadə edir. Yəni cərimə bəlkə sabah araşdırılsın, bununla bağlı bərpa. Yəni Azərbaycan ölkə başçısı, yəni aidiyyatı qurumlar araşdırsın, bundan tədbir görsünlər. Bəlkə kimsə nəsə saxtakarlıq edir, yenə onu bilmirəm. Ancaq nədirsə fakt göz qabağındadır. Oldu.